Yakın qayalarım. Bugün sizlərə GTA San Andreas GTA San Andreas Qurtlar Vadisi mod necə edilir? Bugün sizlərə onu göstərəcəm. Deməli biz burada MT menajeri yükləyirik və MT menajerə giriş edirik. Və burada sol tərəfdə Dovlanda basırıq. Verdiyim linkdən gəlirik və bunu indiririk. Qurtlar Vadisi, Escobar və Big Stunt Mods'a və Big Stunt Mods Celo mod. Bunları yükləyəndən sonra bir dəfə üstünə basırıq Big Stunt'ı. Vururuq bura. Burada yazılıb ki, GTA San Andreas Türkçə APK var. Bu. Bunu gedib yükləyirik. Buna basırıq. Yüklə. Gözləyirik. Yüklənsin. Uğurla quraşdırma. Bunu yükləyəndən sonra bir dəfə, 2 dəfə tıxlı buradan. Sonra gəlirik buradan Big Stunt Mod RAR. Buna bir dəfə basırıq. Burada bax, bu dosyanı Comrockstar GTA bu dosyanı götürüb basırıq bir dəfə üstünə. Burada çıxarış yazılıb, kopyala yazılmayıb. Sağ tərəfdən indi Android'a basırıq. Təzədən OBB və burada dosyamızı götürüb bura çıxarış edirik. Mən ləğvətə basıram, siz tamamı basasınız. Çünki mən eləmişəm. Bu uzun sür deyənə biraz, axırları uzun sür deyənə mən eləmirəm indi özümə. Bir dəfə çıxırıq indi buradan. Bunu eləyəndən sonra gəlirik, dataya giririk sağ tərəfdən. Sonra burada Brixiant Mod Celo mod var. Buna bir dəfə basdıq. Buna bir dəfə girdik. Burada bax bunu. Bunu götürürük. Basırıq, çıxarış. Və siz yenə tamamına basırsınız. Mən ləğvətə basıram, çünki mən eləmişəm. Buradakı hər şey eləyəndən sonra gəlirik təzədən Download menusuna. Download menusuna gələndən sonra burada Grand Auto burada olmalıydı. Qurtlar Vadisi, bu Escobar. Bax bu. Bunu götürüb bir dəfə üstünə basırıq. Bir dəfə də basırıq. Burada data GTA 3, GTA 3 EMC var. Sağ tərəfdən düşüb Comrockstar Games GT Asa. Bunu tapırıq. Tapandan sonra bir dəfə içinə giririk. Files, teksti və mən eləmişəm deyənə. Burada hamısını seçə basırsınız. Yox, buranı seçdim. Burada hamısını seçə basırıq və bura seçilir. Hamısı göy olmalıdır. Bir dəfə birinin üstünə basılı saxlayırsınız. Burada çıxarışa bir dəfə basırsınız. Siz tamamına basırsınız. Mən ləğvətə basıram. Ondan sonra oyunumuz hazırdır. Bu arada hələ də mənim yadımdan çıxdı. Siz bu şeyi etdikdən sonra, yəni APK-nı yükləyəndən sonra burada gəldik. Bu. APK-nı yükləyəndən sonra çıxırıq və bir dəfə GTA San Andreas'a giririk. Burada bizdən icazə istəyəcək dosyalara erişim. Ona icazə verəndən sonra artıq rahat götürüb oyununuzu oynaya bilərsiniz. Bu arada əgər olmasa bəzi danışılacaq ki, mod menüyə baxılır. Mod menü açmağı da sizə göstərim. Girsin oyunumuza. Offline'a basırıq. Oynadım. Bu arada oyun tərtəmiz türk dilindədir. Yəni narahat olmayın. Mod menü də türk dilindədir. Yəni rahat başa düşəcəksiniz. İndi buradan gidəyəm. Deməli, boş bir sahəyə gəlirik. Yəni boş bir yerdəyik. Ekranın ortası. Yəni
buradan aşağı belə aşağı bir dəfə çəkir və gördüyünüz kimi mod menü açıldı. Mod menüdə araba far açma, araba menüsü, araba tamir, ekran geritmə, ekran kaydetmə, hilələr, kıyafət, belə çoxlu şeylər var. Buradan oynadım. Mən sizə bir şey də göstərəcəm. Dəqiqə. Ay bu. İçin. Hə. Əlim dəydi ya. Buradan demək ayarlara gəlirik. Burada seçeneklər var. Yəni oyun şeyi. Burada olmalı. Seçeneklər. Hala burada. Neyse. Siz şeyde eğer ben de bu video 10 like yıksa şey necə olunur, yani iPad görünümü necə olunur GTA San Andreas'ta size onu göstereceğim. Sağ olun, salamat kalın.